Biz İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzinin 2025-ci il üçün deməli fəaliyyət barədə hesabatı təqdim etmək istəyirik. Gördüyünüz kimi biz 2025-ci ildə İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzinin əsas icra göstəricilərini təqdim edirik. Burada xüsusi olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə mərkəzə verilən əsas icraçı olduğumuz tapşırıqların icra faizi 100% olmuştur. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə mərkəzə verilən digər icraçı olduğumuz tapşırıqların orta tamamlama faizi isə 98,86% olmuşdur. Bu kifayət qədər yüksək icra göstəricisidir və demək olar ki, biz bütün tapşırıqları vaxtında və keyfiyyətlə təmin etmişik. Bizim növbəti slaydımız əlbəttə İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzinin ölkədə strateji idarəetmə, proqram idarəetməsindəki rolu ilə əlaqədardır. Və burada xüsusi olaraq qeyd etmək lazımdır ki, İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzi artıq bir monitorinq və qiymətləndirmə institutu kimi formalaşmışdır və ötən il ərzində bizim həyata keçirdiyimiz monitorinq qiymətləndirmə proqramları deməli dövlət proqramlarının sayı 25-ə çatmışdır. Ümumilikdə biz 25-ci ildə 32 hesabat hazırlamışıq və bu müvafiq olaraq Nazirlər Kabinetinə administrasiya təqdim olunub. İndiyə qədər hazırlanan monitorinq qiymətləndirmə hesabatlarının sayı isə artıq 126-ya çatıb. Ötən il biz həm də vahid elektron hesabatlıq portalını formalaşdırmışıq və bir məsələni qeyd etmək istəyirəm ki, İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzi dünya təcrübəsində ilk olaraq monitorinq qiymətləndirmə institutunu nəinki tam rəqəmsallaşdırmışdı, hətta biz süni intellekt texnologiyalarından da istifadə etməklə bunu bir kəmiyyət və keyfiyyət olaraq daha üst mərhələyə keçirmişik. Bu isə data əsaslı idarəetmə nöqteyi nəzərindən çox vacibdir və proqram idarəetməsi artıq bildiyiniz kimi nəticə əsaslıdır. Biz təkcə tədbirləri yox, həm də ki, nəticələri qiymətləndiririk. Biz deməli portalla bağlı həm dövlət qurumlarından yaxından əməkdaşlıq etmişik və ötən il bu məqsədlə 200-dən çox təlim keçirilmişdir və ümumiyyətlə proqram idarəetməsində bir vacib məsələni qeyd etmək istəyirəm ki, proqramlar qəbul olunduqdan sonra indikativ planlaşma aparılır. Hər ilin əvvəlində təkcə ötən il biz 260-dan artıq tədbir keçirmişik ki, dövlət qurumlarından bu da indikativ planlaşmaya xidmət etmişdir. Bu slaydda biz sizə hal-hazırda İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzinin monitorinq və qiymətləndirməsini həyata keçirdiyi dövlət proqramlarını siyahısını göstəririk. Gördüyünüz kimi burada ən müxtəlif istiqamətdə dövlət proqramları əhatə olunur və bu da deməli İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzinin proqram idarəetməsində nə qədər vacib rol aldığını göstərir. Bizim növbəti slaydımız layihə idarəetmə modulu ilə bağlıdır. Mən bu modul barədə xüsusi olaraq məlumat vermək istəyirəm. Çünki biz təkcə proqram idarəetməsi və proqramların monitorinq qiymətləndirilməsini ümumi şəkildə aparmırıq. Eyni zamanda hər bir proqrama daxil olan ayrı layihələrin layihə idarəetmə modulunu da qurmuşuq və bunu da uğurla həyata keçirdirik. Dövlət proqramlarının icrasını sistemli şəkildə izləmək və qiymətləndirmək üçün tətbiq olunan layihə idarəetmə modulunda 1500-dən çox layihə daxil edilmişdir. Təsəvvür edin ki, bu kifayət qədər böyük bir göstəricidir və 1500 layihə üzrə tam rəqəmsallaşmış idarəetmə sistemi mövcuddur ki, bu da istənilən layihə ilə bağlı, həmin layihənin istər maliyyə, istər fiziki tərəqqisi ilə bağlı məlumatların real vaxt rejimində təqdim olunması imkanlarını yaradır və real vaxt rejimində təqdim olunan layihə məlumatları həmin layihələrin idarə edilməsini daha təkmil bir hala gətirir. Biz təkcə fiziki və maliyyə tərəqqisini narrativlərlə deyil və həm də deməli xəritələr, interaktiv xəritələr, kamera müşahidələri vasitəsilə həyata keçirdirik və beləliklə bu real vaxt rejimində monitorinq qiymətləndirmə belə deyək ki,
idarə etməsidir. Modul dövlət proqramlarında nəzərdə tutulan layihələrin hazırlıq və planlaşdırma, icra və başa çatdırılma mərhələlərində monitorinq, eyni zamanda risklərin effektiv idarə edilməsinə, layihələrin və ümumi proqramların beynəlxalq kriteriyalar əsasında qiymətləndirilməsinə texnoloji dəstək verir. Ümumilikdə mən qeyd etmək istəyirəm ki, ötən il elə bu zalda biz bir neçə xarici beynəlxalq heyəti qəbul etmişik. Onlar Azərbaycanın monitorinq qiymətləndirmə sahəsində əldə etdiyi təcrübəni öyrənmək üçün bura təşrif buyurmuşdular. Mən xüsusi olaraq qeyd etmək istəyirəm ki, Vyetnam, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər həmkar deməli qurumlardan, ölkələrdən olan həmkar qurumlardan gələn nümayəndə heyətlərindən biz Azərbaycan təcrübəsində bölüşmüşük. Bizim növbəti slaydımız qiymət izləmə tətbiqi ilə əlaqədardır. Bildiyiniz kimi, İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzində həm də qiymət izləmə tətbiqi fəaliyyət göstərir. Bəli, biz bunu artıq qanunvericilik əsasını daha da təkmilləşdirmək istiqamətində işləyirik. Qiymət izləmə tətbiqi həm idxal, həm topdan satış, həm də ki, pərakəndə satış mərhələlərində deməli qiymətlərin izlənməsinə imkan yaradır ki, bu da qiymət siyasətinin formalaşmasında və qiymətin effektiv bir bazar instrumenti olaraq istifadə olunmasında mühüm rola malikdir. Ötən il İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzi biznes, mühit və beynəlxalq reytinqlər üzrə komissiya ilə fəal əməkdaşlıq etmişdir və bu komissiyanın işçi qruplarında, o cümlədən 5 alt qrupunda və 2 əlaqələndirici qrupunda bizim nümayəndələrimiz təmsil olunmuşdur. Biznes, mühit və beynəlxalq reytinqlər üzrə komissiyada keçirilən görüşlərin sayı 86 olub və biz deməli komissiya çərçivəsində 35 istiqamət üzrə yol xəritəsi və fəaliyyət planını təsdiq edib bunları həyata keçirtmişik. Bildiyiniz kimi azranking.az portalının operatoru da İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzidir və bu portalın əsas platformaları onlayn müraciət sistemi, məlumatlandırma paneli, dövlət biznes dialoqu, rəqəmsal təqvim, elektron iştirakçılıq, innovativ benchmarking sistemi, rəqəmsal idarəetmə və koordinasiya panelindən ibarətdir. Növbəti slaydımız deməli İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzində fəaliyyət göstərən iqtisadi modellərlə bağlıdır. Bildiyiniz kimi İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzi həm də nəinki regionda, dünyada tanınmış, qəbul olunan beyin mərkəzidir və beyin mərkəzinin xüsusən də ki, iqtisadiyyat istiqamətində əsas platformaları onun hazırladığı iqtisadi modellərdir. Və burada gördüyünüz kimi xərclər buraxılış, ümumi tarazlıq modeli, dinamik stoxastik ümumi tarazlıq modeli, maliyyə proqramlaşdırması modeli, Orani modeli və digər modellərdən biz istifadə edirik. Bu modellərdən istifadə olunması Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin elmi əsaslarını təmin edir. Növbəti slaydda biz deməli Türk Dünyası Araşdırmalar Mərkəzinin fəaliyyəti ilə sizi tanış etmək istəyirik. Bildiyiniz kimi İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzinin nəzdində Türk Dünyası Araşdırmalar Mərkəzi fəaliyyət göstərir və ötən il bu mərkəz Türk Dövlətləri Təşkilatı Katibliyi, Türk İnvestisiya Fondu və digər Türk Akademiyası və digər bu kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq etmişdir və biz daha bir təşəbbüs, kitab təşəbbüsünə başlamışıq. Türk dövlətlərinin investisiya potensialı adlı kitab. Demək olar ki, bütün Türk dövlətləri burada təmsil olunur özünün aparıcı alimləri ilə və biz düşünürük ki, bu kitab deməli Türk dünyasına sərmayə cəlbi ilə bağlı bir yol xəritəsinə çevriləcəkdir. Ötən il biz həm də Türk dövlətlərinin interaktiv geoiqtisadi xəritəsi üzrə texniki tapşırıq və smeta layihələrini hazırlayıb Türk Dövlətlər Təşkilatı katibliyinə təqdim etmişik. Macarıstanın Ludovika Dövlət İdarəçiliyi Universitetində isə rəsmi açılış mərasimində Türk dövlətlərinin Avrasiya regionunda əlaqələrin gücləndirilməsində rolu mövzusunda tədqiqat işimiz və orta dəhliz kitabımız da təqdim olunmuşdur. Ötən il İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzinin fəaliyyəti beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilmişdi. Sizə təqdim olunan slaydda da gördüyünüz kimi biz 12 nominasiyada və 15 kateqoriyada dünyada beynəlxalq müsabiqələrdə qalib olmuşuq
və müxtəlif mükafatlarla qiymətləndirilmişik. Bizə mükafat təqdim edən ölkələr deməli ABŞ, Türkiyə, Böyük Britaniya, Asiya Sakit Okean hövzəsində olan ölkələr və Birləşmiş Ərəb Əmirliklərində yerləşən müxtəlif təşkilatlardır. O təşkilatların bir qismi slaydda sizə təqdim olunur. Global Business Outlook, World Economic Magazine, International Business Magazine, World Business Outlook və s. kimi qurumların mükafatlarını ötən il İqtisadi İslahatların Təhlil Kommunikasiya Mərkəzi alıb. Və bu mükafatların böyük bir əksəriyyəti Azərbaycanda möhtərəm cənab prezidentin rəhbərliyi ilə yaradılmış proqram idarə etməsinə verilən yüksək qiymətdir. Bu slayddan başlayaraq biz İqtisadi İslahatların Təhlil Kommunikasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən bir sıra innovativ layihələrin fəaliyyəti barədə də məlumat vermək istəyirik. Məsələ ondadır ki, bizim təkcə bu proqram idarə etməsi, monitorinq qiymətləndirmə, beyin mərkəzi kimi fəaliyyətimizlə yanaşı, eyni zamanda İqtisadi İslahatların Təhlil Kommunikasiya Mərkəzinin nəzdində bir sıra innovativ layihələr fəaliyyət göstərir. Bunlardan ən birincisi əlbəttə Azeksportdur. Azeksport portalı bildiyiniz kimi möhtərəm cənab prezident tərəfindən yaradılmışdır və bu portalın əsas məqsədi Azərbaycanda istehsal olunan məhsulları xarici bazarlara çıxarmaqdır. Bugün Azeksport portalı çox böyük uğurla Amazon, eBay, Alibaba, Etsy və digər bu kimi beynəlxalq platformalarda Azərbaycanın məhsullarını təqdim edir. Ötən il Azeksport platformasına daxil olan ixrac sifarişlərinin sayı 3200 olmuşdur. Azeksport portalı GS1 bazası ilə inteqrasiya edilmişdir. Bu da çox yaxşı bir nümunədir. Və ötən il Azeksport portalının fəaliyyəti yüksək qiymətləndirilib və Asiya İnkişaf Bankı tərəfindən bizim portalımız Asiya regionunda top 15 ən yaxşı nümunələrdən biri olaraq seçilib və Azeksport portalı artıq Asiya bölgəsi üçün Asiya İnkişaf Bankı tərəfindən nümunəvi elektron ticarət portalı kimi təqdim olunur. Bildiyiniz kimi Azeksport portalı həm də sərbəst satış sertifikatlarını təqdim edir ki, bunların sayı ötən il artıq 763-ə çatmışdır. Bizim deməli növbəti innovativ portalımız deməli Enterprise Azərbaycan portalıdır. Bildiyiniz kimi bu portal da möhtərəm cənab prezidentin müvafiq sərəncamı əsasında yaradılır və İqtisadi İslahatların Təhlil Kommunikasiya Mərkəzinin nəzdində fəaliyyət göstərir. Ötən il portala müraciət edən startap layihələrinin ümumi sayı 168 olmuşdur. Onlardan 141-i beynəlxalq akselerasiya proqramında müraciət edən layihələrdir və 126 startap isə bu akselerasiya proqramında iştirak etmişdir. Biz növbəti slaydda Enterprise Azərbaycan portalının fəaliyyəti ilə bağlı daha konkret göstəriciləri təqdim edirik. Bildiyiniz kimi biz hər il Enterprise Azərbaycan portalının Startup School, Startup məktəb layihəsini həyata keçiririk. Ötən il Startup School 3 layihəsi həyata keçirilib və bu layihə qlobal layihə idi. Biz İpək yolunun üzərində yaşıl və rəqəmsal akselerasiya proqramını həyata keçirdik. 15 ölkə bu layihədə iştirak elədi. 141 startup artıq bundan əvvəl qeyd etdiyimiz kimi müraciət eləmişdi. Ümumilikdə 1500-dən artıq iştirakçı olmuşdu. Biz 30-dan çox beynəlxalq mentoru bu layihəyə cəlb etmişdik. Yerli və beynəlxalq tərəfdaşlarımızın sayı isə 38 olmuşdu. Ümumilikdə 17 təlim sessiyası həyata keçirilmişdi və Startup School 3-ün qalibləri arasında təkcə Azərbaycanı yox, həm də ki qeyd etdiyim 15 ölkəni təmsil edən nümayəndələr də olmuşdu. Qalibləri bir daha təqdim etmək istəyirəm. Bunlar Agro Cemtin, Smart Bin və Z Bioplastik layihələridir və hər üç layihə həm yaşıl, həm də ki rəqəmsal gündəliyə uyğun olaraq öz layihələrini təqdim etmişdilər. Və eyni zamanda Startup School-un deməli məktəbində iştirak edən startaplara biz ABŞ-da Silikon vadisində deməli olimpiyadada iştirak imkanları da yaratmışıq. Növbəti slaydımız bir pəncərə ixracat dəstək mərkəzi ilə bağlıdır. Bildiyiniz kimi bu mərkəz də deməli möhtərəm cənab prezidentin sərəncamı əsasında İqtisadi İslahatların Təhlil Kommunikasiya Mərkəzinin
nəzdində fəaliyyət göstərir və ötən il bir pəncərə ixracat dəstək mərkəzinə müraciət edən sahibkarların sayı, daha doğrusu müraciətlərin sayı 3451 olub və bu mərkəz, yəni bir pəncərə ixracat dəstək mərkəzi ilə həyata keçirilən ixrac daha çox Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Ukrayna olmuşdur. İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzi əlbəttə bu qədər böyük bir mandatı, yəni müxtəlif portfeldə gördüyünüz kimi layihələr var. Məhz yüksək, belə deyək ki, kvalifikasiyalı insan resurslarının hesabına təmin edə bilmişdir. Və demək olar ki, biz hesabatla təqdim eləmişik, ümumilikdə yaradıcı heyətin yarısına qədəri elmi dərəcələr var. Yəni, artıq 3 elmlər doktoru, 11 fəlsəfə doktoru və ondan çox doktorant, magistr, ikinci ali təhsil alan əməkdaşlarımız var. Ümumiyyətlə, bizdə ömür boyu öyrənmə prinsipi əsas götürülür və demək olar ki, bizim əməkdaşların xüsusilə yaradıcı heyətdə təxminən 100%-i ömür boyu öyrənmə prinsipinə uyğun olaraq bu və digər şəkildə öz təhsillərini davam etdirir. Və İnsan resurslarının inkişafı nöqteyi nəzərindən onu da qeyd etmək istəyirəm ki, ötən il bizim təqdim elədiyimiz beynəlxalq tədbirlərin coğrafiyası gördüyünüz kimi 15-dən çox ölkəni əhatə edir. Bizim ötən il çap materialları barədə də mən məlumat təqdim eləmək istəyirəm. 7 kitab İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzində nəşr olmuşdur. Bu, mən sizə deyim ki, çox yüksək bir göstəricidir. Xüsusi olaraq mən qeyd etmək istəyirəm, İslam ölkələrinin iqtisadi potensialı kitabı ötən ilin sonunda Emerald nəşriyyatında çap olundu. Emerald bildiyiniz kimi dünyanın top 10 nəşriyyatı siyasına daxildir və biz bu kitabın yazılması üçün deməli 47 alim cəlb etmişik. Bunlar İndoneziyadan tutmuş Türkiyəyə qədər müxtəlif ölkələri əhatə edir və kitab həm də Scopus bazasında indekslənmişdir. İkinci bizim kitabımız deməli orta dəhlizə əsr olmuş kitab idi. Bu kitab ilk dəfə Polşa İqtisadi Forumunda təqdim olundu. Daha sonra Ludovika Universitetində, Asiya İnkişaf Bankının Tokyodakı ofisində təqdim olundu. Bakıda bir neçə universitetdə biz kitabın təqdimatını həyata keçirmişik. Kitabın yazılmasında ondan çox ölkədən 22 müəllif iştirak etmişdir və kitab bu il artıq həm də Çində Korek İnstitutu ilə birlikdə təqdim olunacaqdır. Yeri gəlmişkən bu kitabı biz Korek İnstitutu və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə birlikdə təqdim etmişik. Eyni zamanda bizim ötən il uğurlu kitab layihələrimizdən biri də mən düşünürəm ki, İctimaiyyətlə əlaqələrin əsasları kitabıdır. Xüsusən bu Zənura xanımın koordinatorluğu ilə həyata keçirilmiş bir layihədir. Kitabın təqdimatı Bakı Kitab Mərkəzində olmuşdu. Yəqin ki, siz kitabla tanışsınız. Yəni, bütün bu kitablar və məsələn, İnşurteki də mən qeyd etmək istəyirəm. İnşurtek bildiyiniz kimi deməli, Azərbaycan Mərkəzi Bankı və deməli, Sığortaçılar Assosiasiyası ilə birlikdə yazılmış kitabdır. Və gördüyünüz kimi kitab spektri kifayət qədər genişdir. Və bununla bərabər bizim müxtəlif icmallarımız da ötən il mütəmadi qaydada nəşr olmuşdu. İxrac icmalı bildiyiniz kimi hər ay təqdim olunur. Ona görə də 12 ixrac icmalı, 7 islahat icmalı təqdim olunub. Video icmalların sayı 106-ya çatıb. Türk iqtisadi icmalı bildiyiniz kimi 8 dildə çap olunur və biz bunu Türk Dövlətləri Təşkilatının katibliyi ilə birlikdə həyata keçirdirik. Ötən ildə 4, yəni hər rübdə bir dəfə Türk iqtisadi icmalını təqdim etmişik. Həftəlik icmallar təqdim olunur və İqtisadi İslahatlar jurnalı isə bu Azərbaycanın ən nüfuzlu deməli elmi jurnallarından biri kimi deməli təqdim olunur. Ramil müəllim jurnalın baş redaktorudur və 2 nömrəsi də ötən il çap olunmuşdur. Beynəlxalq əməkdaşlıq barədə bu slaydda mən ümumi şəkildə keçmək istəyirəm, çünki vaxtı belə deyək ki, məhdudiyyətin nəzərə almaq şərtilə beynəlxalq əməkdaşlıq barədə danışanda xüsusi olaraq qeyd etmək istəyirəm ki, biz dünyanın aparıcı iqtisadi təşkilatları ilə, o cümlədən Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə ötən ildə əməkdaşlığımızı davam etdirmişik. İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzinin Davos İqtisadi Forumu ilə əməkdaşlığı daim
genişlənir. Biz Dünya İqtisadi Forumunun Strateji Zəka platformasında məzmun təchizatçısı olan ilk dövlət qurumuyuq Azərbaycandan və ötən il platforma istifadəçilərinə 250-dən çox mövzu üzrə ən aktual strateji məsələləri araşdırmaq və ən son tendensiyaları izləmək imkanı verən materiallar təqdim etmişik. Siz hər biriniz bunu Transformation Map-də tapa bilərsiniz və bu Azərbaycanda cənab prezidentin rəhbərliyi ilə əldə olunmuş uğurların Davos İqtisadi Platformasının deməli imkanlarından istifadə edərək dünya ictimaiyyətinə, xüsusən də ki biznes ictimaiyyətinə təqdim olunması nöqteyi-nəzərindən xüsusi əhəmiyyət kəsb edir. Ötən il bizim çox uğurlu layihəmiz Real İslahat verilişi davam eləyib, 14 veriliş yayımlanıb və inanıram ki, siz bu verilişi izləyirsiniz. Mən fürsətdən istifadə edib bir daha Real TV-nin rəhbərliyində xüsusən Mir Şahin müəllimə təşəkkür etmək istəyirəm ki, bu şəraiti yaradı və biz ən müxtəlif mövzular üzrə monitorinq qiymətləndirmədən tutmuş startup skula qədər müxtəlif mövzuları Real İslahat verilişində, Real TV-də mütəmadi qaydada yayımlayırıq. Və nəhayət bizim sonuncu slaydlardan biri internet resurslarımızdır. Bizim artıq 24 internet resursumuz var. Biz demək olar ki, bütün sosial şəbəkələrdə çox aktiv şəkildə təmsil olunuruq. Sonuncu slaydımız İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzinin nəzdində fəaliyyət göstərən islahat könüllüləri barəsindədir. Artıq bizim islahat könüllülərinin sayı 756-ya çatıb. Ötən il biz 75 islahat könüllüsünə sertifikat vermişik. 31 islahat könüllüsü isə təşəkkürnamə ilə təltif olunub.